Hörmətli şagirdlər, deməli, Dimin blok suallarından bir neçəsi ikinci hissəsindən var. Bir neçə sualı izah eləməmişdim. Onlara baxacağıq. Deməli, bu hansı suallar idi? Biri bu sualdır. Baxaq. A böyüdür B-dən, B də böyüdür C-dən. Yəni, bunlar müsbət ədədlərdir. Bu bilirsiniz nəyin açılışıdır? Bu səliqə ilə yazıram. Bu 2 vurulsun kök altda. Kök altda A çıx kök altda B-nin açılışıdır. Kvadrat. Həqiqətən də elədir. Birincinin kvadratı kökdə A, ikincinin kvadratı kökdə B, bir-birinin asili. İkinci, aşağıda kök altda A. Üstəcə kök altda B-nin kvadratının açılışıdır. Bu aydındır bura kimi. Bunu hələlik yazıram bura. 4 kök altda B. Kök altda A, üstəcə kök altda B. Baxın, bu onsuz da müsbət ədəddir. Yəni, modula ehtiyac yoxdur. Kök altda B çıxacaq. Yəni, kök aparacaq kvadratı. Burada isə onsuz da A, B-dən böyüdür. Ona görə bura həmişə müsbət olduğuna görə bunu modulsuz çıxardacağım. Yəni, 2 vurulsun kök altda A, çıxılsın kök altda B. Yox, əgər mənfi olsaydı, əkisini çıxardacaqdım. Baxın, bununla bu eyni məxrəc olduğuna görə mən bunları eyni məxrəcdə yazıram. Onsuz da bununla bu məxrəc eynidir. Üstünə 4 kökdə altı B gəlir. İndi yuxarını vurub açıram. Görün nə alınır. 2 kök altda A, çıxılsın 2 kök altda B, üstünə gəlsin 4 kök altda B. Aşağıda da kök altda A, üstə gəlsin kök altda B. Bunların biri, ikisi gedir. Üzr istəyirəm, bu yox. Bunlar gedir ikisi. Yuxarıda qalır 2 kök altda A, üstə gəlir 2 kök altda B. Kök altda A, üstə gəlir kök altda B. Bunlar da 2-ni mötərizə xaricinə çıxardanda. Yəni, doğru cavabımız 2, yəni cavab C variantı. Və burada bir dənə də sual qalmışdı. Hansı idi o sual? Deməli, bu deyildi. Hansı sual idi o? Aha, dördüncü sual. Dördüncü suala mən bir dənə yer açım buradan, qəşəng. Və sizə izahını da paylaşım ki, həqiqətən görün nə gözəl izah olacaq. Deyir ki, funksiyanın A parametri hansı qiymətində funksiyanın ən kiçik qiyməti 4-ə bərabərdir. Biz ümumiyyətlə ən kiçik, ən böyük tapanda törəmə almalıyıq, düzdür? Funksiyanı yazıram burada. Y bərabərdir. X üstə gəl, Y üstündə A minus X. Törəməsini alıram. Yəni, törəməsini alıb nəyə bərabər eləməliyik? 0-a. Törəməsini alanda X-in törəməsi 1. Üstə gəl, Y-nin törəməsi Y üstü olacaq. A özü qabağa gələcək. Daha doğrusu, mürəkkəb funksiya kimi yanaşacaq. Yuxarının da törəməsini alacaq. Mənfi X, yəni mənfi X-in törəməsi mənfi 1. Y üstü X-in törəməsi ilə Y üstü X, yəni Y üstü A minus X. Düzdürmü? Doğru mu? Doğru. Bərabər eləyir nəyə? 0-a. Ümumiyyətlə, bunu 0-a bərabər etmək üçün bir dəqiqə üzr istəyirəm. Aha, üzrü sayın. Deməli, burada davam eləyək buradan. Deməli, biri keçirdiyi o tərəfə olacaq. Mənfi Y üstü A çıx X bərabərdir. Mənfi 1-ə, mənfilər açıq 1-ə bərabərdir. Bu nə zaman 1-ə bərabərdir, dostlar? A bərabərdir X. Yəni, bunun 1-ə bərabər olması üçün, məsələn, bunu Y üstü 0 yazaram. Deməli, A üstü X bərabər 0-a, buradan da X nəyə bərabər olur? A-ya. İndi bu A minimum nöqtədir və ya maksimum nöqtədir. Bunu yoxlamaq lazımdır.
Aha, bunu yoxlamaq lazım. Yəni A-nı təqribən qeyd edirsən burada. Yəni A mənfi müsbət olduğunu bilmirsən, sağı və solundan qiymət alırsan, yerinə yazırsan, tapırsan. İndi bu ən kiçik qiymət olduğuna görə, yəni bu o qədər də açıq sual deyildi. Yəni ətraflı sual deyildi. Ona ehtiyac yoxdur. Deməli biz harda x varsa, yəni gətirib funksiyanın özündə yerinə yazırdıq və bərabər eləyirdik neçəyə? Ən kiçik qiymətin 4 verib. Onda biz bərabər eləsək necə alınacaq? Deməli, x-in yerinə A yazıram. A üstə gəl, y üstü A açıq A bərabərdir nəyə? 4-ə. Buradan A üstü bu 0 eləyir. Y üstü 0 1 bərabər 4-ə. A da buradan bərabər olacaq neçəyə? 3-ə. Sonra burada hansı sual var idi?